Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve sahbihi ecma'in ve ba'd. Allah'ın selamı, rahmeti, bereketi üzerimize olsun. Allah'ım amin. Allah s.a.v. bizi hakkı bilip buna tabi olanlardan etsin. Batıl bilip ondan uzak duran kullarına etsin. Amin. Deməli, qardaşlar, neçə həftədir bu aylardır ve İmam Acurri'nin, Allah kendisine rahmet etsin, bu qədərlə bağlı, yani sünnetten gelen delilleri en son işledik ve dedik ki, yani bu meselelerin üzerinde de çok beğendim ki durmağa uygun görmürük. Çünkü İşin içine daldıkça zaten dalırıq. Sələfin güzel bir sözü var bu meselede. Ki biz deyir, bazı meseleler var ki o meselelere zamanında girilmeseydi, o meseleler zamanında belə deyim ki, tafsilata varılmasaydı, suallara cevap verilmeseydi, yani birçok ihtilaflar baş vermezdi. Firqələr baş vermezdi ve bu sebepten de bugün bizler aslında bu meseleye riayet eləməliyik. Yani necə riayet olunmalıdır bu günlər bu meseleye? Belə riayet olunmalıdır ki, belə deyim ki, ümumi olan İslamı əsasları qəbul edib, tafsilatı insanlar önündə açılmamasıdır. Eğer işin tafsilatına varlarsa, yani əqidəvi meselelerin özellikle de əqidəvi meselelerde tafsilata girildiği zaman insanlar arasında karşı durma yaranır, anlaşılmazlıkta yaranır, ihtilaflar yaranır. Ve bu avam insanın da bu meselelerde belə deyim ki, gəlir çıxardır, fitneye sokur, yani ve ister istemez anlaşılmayan bir ortada bir netice baş verir. Ve bu sebepten de Sələf Salihinin usulü ve mənhəzi bu yöndədir ki, əqidənin əsasən əhkamını anladıblar, hökmlərini anladıblar, ümumi məsələlərdə çıxışlar ediblər. Məsələlərin tafsilatına əqidə məsələlərində belə deyim ki, heç bir zaman getməyiblər dərinə, əqidə məsələsində. Yəni, məsəl üçün, ayrıca belə deyim ki, Quran məxluq məsələsində götürdüyümüz zamanda Quran Allahın kəlamıdır. O qeyri-məxluq, yəni məxluq deyildir. Və kim ona məxluq deyərsə, yəni o küfrə düşmüşdür, kafir olmuşdur. Çünki Allahın kəlamı məxluq ola bilməz. Və burada artıq belə deyim ki, o tərəfə gedilməmişdir. Bəs bir insan bundan cahil qalarsa, bir insan buna küfür deyərsə, digərinə küfür deməzsə, bəs buna birisi böyük küfür yox, kiçik küfür deyərsə və s. Yani bu meseleye hiçbir zaman onlar yol açmamışlardır. Peki bunu necə həyatlarında icra eləmişlər? Bunun icrası əməldə olmuştur. Əməldə. Yani əməldə insanlarla muamelede. Bugün zaten biz her birimiz yani muamelelerimizde bunu gösteririk. Yani insanlarla davranışımızda hansı məsələlərdə cəhalət üzürdür, hansı məsələlərdə cəhalət üzürdük, hansı məsələlərdə tafsilat keçərlidir, hansı məsələlərdə tafsilat keçərli deyildir. Zaten biz bu məsələləri insanlarla muameləmizdə göstəririk. Yəni, illə də bunları açıqlamamıza gerek yoxdur. Və bu səbəbdən də müəyyən məsələlər var ki, yəni o məsələlərin İslam alimlərinin usulunla yanaşsaq, bir şey soruştuğu zaman ya haramdır, ya küfürdür, ya imandır, ya şirktir demişler. Veya bir şey kiçik şirktir, kiçik şirk demişler. Bidatsa bidat demişler. Bunun avam için tafsilatına gedilmemiştir. Yani bir məclislərdə avamlar için biri belə deyərsə belə olar, biri qalxıb belə deyərsə belə olar. Yani bu tafsilatlara ümumiyyətlə gedilməməsidir. Gedildiği zaman da yani insanlar tərəfindən yanlış anlaşılmalara səbəblər gəlib çıxa bilir. Və bu səbəbdən bugünkü elə məsələmiz də budur ki, bu qədəriyyə ilə bağlı, bu qədəriyyənin içərisinə girdiyimiz zaman da
Biz görürük ki, sual içərisindən sual çıxır, məsələ içərisindən məsələ çıxır. Bəs birdən biri belə deyərsə, bəs biri bu şəkildə deyərsə, biz nəyə iman edirik? Biz iman edirik ki, Allah Subhanahu taala'nın yazısı olmadan, diləyi olmadan, isteği olmadan, izni olmadan heç bir şey baş verə bilməz. Və bu səbəbdən də bu babdakı Əbu Bəkir və Ömər qədəri əhlinə deyil, şiddətli, yəni rəddiyələr vermişlərdir. Yəni qədəriyə əhlinə Əbu Bəkir və Ömər, yəni bu babda nədir? Şiddətli şəkildə, yəni onlara rəddiyə vermiş və onları azğın və cəhalət əhli olması ilə suçlayıblar ki, onlar həm cahildilər, həm zəlalət əhlidirlər və aynı şəkildə onlar cəhənnəmdədirlər. Və hətta Ömər radiyallahu anh və Əbu Bəkir radiyallahu anh ki, Allah dilədiyini azdırır, dilədiyini hidayət edilir və orada qədəriyələr demişlərdi ki, Allah istədiyini azdırmaz, azan insanın özüdür. Yəni bu səbəbdən də baxın, işin içinə girəndə insan bugün gelib birindən İslamı dəvət edəsə nə deyəcək? Allah mənim hidayət olmamı istəmir. Sən bunu açıqlaya bilməyəcəksən ki, Allah səni istəyir. Yox, Allah istəyir deməyin özü də yanlış. Peki nə deyəcəksən? Allah sənin hidayət olmanı, insanların hidayət olmasını Allah Subhanahu taala əmr edibdir. Amma sənin hidayət olmursansa da bunu artıq sən özündə görməlisən. Allah Subhanahu taala sənin hansı əməllərin qarşısında sənə bu hidayəti nəsib eləmir. Çünki Allah Subhanahu taala'nın bir insanı azdırması haqsız yerə gəlib çıxmaz. Əgər sən desək ki, haşa lillah, Allah Subhanahu taala onu azdırdı, onu qoymadı imana gəlməyə, o zaman sən Allaha zalim sifət vermiş olub, buradan küfrə düşmüş olarsan. Yəni bunun üçün bu babı, bu məsələləri nədir? Asıl olan nədir? Bu məsələləri belə deyim ki, bağlanmaqdır. Və Ömər radiyallahu anhu birisiyle karşılaştığı zamanda, onun zamanında bir insan var ve orada Ömer radıyallahu anhu ki sen ey yalancı, Allah subhanahu teala, ey Allah'ın düşmanı, sen Allah subhanahu teala'nın nedir? Belə deyim ki, vermiş olduğu xəbərləri yəni yalanladın. Çünki Allah subhanahu teala dedi ki, Allah hidayət edirən də Allah'tır, zəlalətə edirən də Allah'tır. Allah istədiyini hidayətə erdirir, istədiyini isə saptırır. Biz bunun içine giririk və tafsilata varanda insanoğlunun həqiqətən də yəni bu məsələdə nədir? Kafası cidden qarışır. Buna görə biz sahabeye baxırıq. Bizim elimizlə o məsələdə zaten yetmir. Sahabeye baxırıq ki, sahabə qədər mövzusunda çox tartışmayıblar, çox tafsilata da nə eləməyiblər, çox tafsilata da yəni bu məsələ ilə bağlı yəni varılmıydır. Və buna görə də bizdən yəni istənilən budur ki, yəni Mədinə əhlinə, yəni baxdığımız zamanda Mədinə əhlindən və sahabələr olsun, yəni bunlar, yəni hər birisi yəni qədər mövzusunu açmağı qadağan ediblər, qədərdən danışmağı tamamilə yəni qadağan ediblər və bu məsələlər insanları nədir? Konu açdıqca, açıldıqca yəni insanların cəhənnəmə gedəcəyini söyləmişlər ki, sən bunu atacaqsan və insanlar zamanla nə edəcək? İnsanlar zamanla bu məsələdə sapıb və özlərini nədir? Bundan dolayı cəhənnəmə soxacaqlar. Və burada biz indi baxıb görəcək ki, məsələn, indi burada tabiin, sahabələrin İbn Məsud olsun, Abdullah bin Kəb olsun və bir çox sahabələrin burada biz adlarını sayaraq ki, yəni bunlar hamısı qədəri əhlindən, belə deyim ki, yəni mübahisə aparmışlardır. Və hətta elə dərəcədə çatdıqları ki, yəni insanlar iman etməməsinin qədərə bağlayıb, salih əməllər etməməsinin qədərə bağlayıb, günah işləmələrinin qədərə bağlayıb, masiyyətlərini qədərə bağlayaraq, yəni özlərinin haqq qazandırmağa çalışıblar. Bunun üçün biz gərək nədir? Bu məsələdən uzaq duraq və burada 44-cü babda da zaten bu məsələ ilə bağlı ittiba tabiinin görüşü gəlir və sonra burada İmam Macuri deyir ki, yəni sahabənin və onlara gözəl şəkildə yəni tabu yəni olanların görüşü bu məsələdə nə idi? Onlar oydu ki, yəni Allah Subhanahu taala'nın yəni istədiyi olur, istəmədiysə olmur. Və bizim masiyyətlər işlədiksə deyəcək ki, elhamdülillah, qədər Allah məşə məfəal.
Burada bir mesele çok önemlidir. Burada dediğim şey Ömer radıyallahu anh ile arasında kesmiştir. Bir insanın burada kaderle bağlı, bir insanın günah yani işlemesiyle bağlı. Ve bu hakikaten de böyle bizim hayatımızda ya bu meselenin biz bu günleri yani böyle diyeyim şey yani uyguladığımız zaman insanlar tarafından bizim ya böyle diyeyim şey insanlar tarafından birçok yanlış anlaşılmalar ortadan kalkacaktır. Ne doğru mesela için bir insanı diye günah işlemesiyle hatta bu da zina gelir. Zina işlemesiyle bile yani insanların gınanması. Aslında şeriat sadece zina işleyenin cezasını vermiştir ve bunun ötesine gitmemiştir. İçki içenin cezasını vermiştir, bunun ötesine gitmemiştir. Oğul gelenin cezasını vermiştir, bunun ötesine gitmemiştir. Yani insanlara yüklemişler ki senin cezan budur, sen bunu elədin, bu kadar ama bunun ötesine gitmeyerek nedir? Sen bunu eləməsəydin belə olardı, belə eləməsəydin belə olardı. Yani buna göre de yani sahabeye biz bakırız ki onlar inanç, əməl, etiqad nöqteyi nəzərdən digər tayfaya baxanda onlar daha sağlam olublar. Məsələn, tabinlərin dedik ki, burada adları gəlir. Burada tabinlərə baxdığımız zaman da ta başdan baxsaq, yəni belə deyim ki, 20'ye yaxın, yəni böyük bir tabinin bu məsələdə adı zikr olunur ki, onlar yəni qədər konusundakı olan yəni görüşləri ki, onlar tamamilə qədər əhlinə qarşı yəni mübarizə aparıblar və qədəriyyə məzhəbindən tamamilə uzaq olublar və qədəriyyə bu konuda iki firqəyə ayrılır. Birinci qədəriyyə firqası hər şeyi Allaha bağlayanlar, bir dənəsi firqəsi hansı idi? Hər şeyi özlərinə bağlayanlar. Və bunlar məsəl üçün İbn Sirin, Allah kendisine rahmet eylesin. Yani ki insanlara mesela insanlar ondan kader konusunda yani soruştuğu zamanda bakın diyor ki Allah bize bazı meseleleri farz buyurmuştur. Bazı meseleleri ise qadağan eləmiştir. Allah bize Allah'ın emirlerine itaat eləmemizi emretmiştir. Qadağanlarından ise çəkinməmizi emretmiştir. Biz Allah'a ibadet ile razı salmakla mükellefik. Allah'ın qadağalarından uzak durup yine onu razı salmakla mükellefik. Biz Allah'ın emrettiği şeylere itaat etmekle mükellefik. Qadağa şey ettiği şeylerden çekilerek itaat etmekle sorumluyuz. Allah'ın razı kaldığı şeyleri əməl etmeliyiz. Razı kalmadığı şeyleri ise terk etmeliyiz. Ve sen bu minvanla yaşamalısın, bu usulla yaşamalısın. Allah'ın emrettiği şeyleri yerine getir, qadağa ettiği şeylerden çekin. Allah sana o hükümleri, o əməlləri yaşamak Rabbim sana zaten muvaffak edecektir. Eğer sen həqiqətən də xeyir əməl eləmək istəyirsənsə, onu insan özü hiss edir. Şər əməldən uzaq durmaq istəyirsənsə, insan özü uzak durduğunu da bilir, durmadığını da bilir. Yani insanın öz iradesinde, öz gücünde olduğunu bilir. Belə deyim ki, Allah Subhanahu sana küllü bir izin vermiştir. Lakin sen əməlindən də xəbərdardır. Allah küllü iradesiyle sana izin vermiştir bəzi əməllərə. Və sen onu edirsən. Sen hazırda yemək yiyirsən. İçirsən, yatırsan, durursan. Bunlar hamısı Allah'ın izni olan bir şeylerdir. Allah sana küllüyen izin veribdir. Yediğin içtiği şeyleri de işte bunu yeme, bu haramdır. Bunu iyi, bu halaldır. Ama sana ceza veririm. Mesela düşün ki sen ben bir magazinə bırakıram, halallar ve haramlar var. Yani magazinə bırakmak mənə, salahiyyəti mənə məxsusdur. Kapını açıram. Diyelim git istediğini götür. Bak bunu götürsen olar. Bunu götürmesen olmaz. Bu olmaz, bu olar. Bunu götürsen bunun mükafatı budur. Bunu götürsen bunun cezası budur. Bunu yiysen olar, bunu yemesen olmaz. Yani ben sana külliyen icazə verdim ve sen gidip oradan bunlarla istifade edirsən. Yani sen gidip orada zararlı şeyler götürmeyin veya yanlış şeyleri el atmağın. Niye bunu başkasına sen yani sana izin veren insana yüklemezsen ki sen izin vermezsen yol gösterdin. Orada ne seçti ya? Ha? Ve diyor ki burada ona kader hakkında
Dedi ki, qədər haqqında soruşan bir insana deyir, yerdən bir şey götürdü, ince bir şey götürdü ve onu götürerek dedi ki, benim sana bundan başka bu diyecek hiçbir şeyim yoktur. Çünkü inna Allah Teala ide erade bi abdin hayran, Allah bir kul hakkında hayır istəyirsə, Allah onu muvaffak eder, Allah onu itaatine sövq eder. Allah ondan razı qalar. Eğer bir insan hakkında da eğer Allah sonra bunu başkasını irade ederse, yine de Allah'ın dileği nedir? Ve o kıyamet gününde nedir? Onun için nedir? Hüccet olmaz. Çünkü Allah subhanahu teala insana her iki yolda neylemiştir? Her iki yolda yani göstermiştir. Ve yine Muhammed Mesih'den yani o değil ki o kavmi inkar etmişti ki yani onlar Allah'ın yazmış olduğu şeyleri inkar ettiler ve dediler ki diğer taifeden dediler Allah'ı güya temde çıkarmak için her şey bizim öz nefsimizdendir. Her şey bizim özümüzdendir dediler. Yani ne dediler? Mesela için günah işləyirəmsə bunu mən özüm işləyirəm. Mütləq olarak Allah'ın bura iradəsi, izini ve Allah'ın təsiri bu məsələdə hiçbir şey de yoktur. Yani mən günah işləmək istəyirəmsə işləyirəm. Allah buna engel olamaz. Xeyir istəyirəm, yine Allah buna engel. Hatta başka bir firqə çıxdı ki, xeyirlər Allah'tandır, şərlər ise bizdendir, mütləq bizdendir. Yani izin de bizdendir. Yani mən istediğim şekilde istediğim şerri eləyə bilərəm. Allah ona mənə mani olmaz. Niye? Çünkü Allah şerri muradı etmez demişlerdir. Allah şerri murad etmez ama şerre icazə verir. Murad etmek başka şeydir. Dilemek başka şeydir. İzin vermek ne değil? Tamamıyla başka bir şeydir. Mesela yani Zeyd bin Eslem var. Yani bu da aynı şekilde yani fakihlerdendir. Yani İslam'da tanınmış olan alimlerdendir. Ve Abdullah bin Ömer'in beydemişi yani talebelerindendir. Ve İmam Bukhari, Ali bin Hasan'ın meclislerinde ve İmam Bukhari vesaire bunlardan beydemişlerin faydalanmışlardır. Ve onu güzel bu meselede dedi ki Allah subhanahu ve halaktu cinni vel insa illa liya'budun. Allah subhanahu insanlar ve cinler ve insanları sadece ona ibadet eləməsi için yani yaratmıştır. Nedir? Yaratmıştır diyor. Allah subhanahu ve halaktu cinni vel insa illa liya'budun. Ve burada değil insan oğlunu Allah subhanahu yaratmıştır ibadet eləmək için. Yani insana hayır de Allah tarafındandır, şer de Allah tarafındandır. Lakin Allah'ın muvaffak etmesi var ki, yani Allah subhanahu bu meselede insan oğluna, yani peygamberi göndererek insana yol gösterilmiştir. Yani sen hayırı bu şekilde elde etmelisən, şerden bu şekilde uzak durmalısın. Sen Allah'a bu şekilde ibadet etmelisən, bu şekilde Allah subhanahu qadağa etdiklərindən uzak durmalısın. Yani peygamberler sana geldi, bunu bu şekilde söylediler. Mesela İbrahim Nakhai aynı şekilde buna benzer yani fikirleri söylemiştir. Ve yine Kasım yine buna benzer olan fikirleri söylemiştir. Yine Mücahit Bakı sanki yine o da aynı buna benzer bir fikirleri söylemiştir. Ve demişti ki وَمَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللّٰهِ Sana bir musibet baş verdiyse Allah sana bir lütfüdür. وَمَا أَصَابَكَ مِنْ سِيِّيَّةٍ Bir seyyiyet baş vermişse ayette femin nefsike senin nefsindendir. Yani senin özün o masiyeti işleme sebebindendir. Masiyeti istemişsen Allah da sana izin vermiş ve sen o masiyeti işlemişsendir. Ve yine ondan sonra itibaa tabiine geldiğimiz zaman da itibaa tabiin de yine tabiine bu meselede yani muvaffak olmuşlar. Onlar da nedir? Aynı şekilde bu meseleni yani onaylamışlardı ki nedir? Kader mevzusuna girilmez, tartışılmaz ve insanoğlunun bu meselede ilmi nedir? Yetersizdir. Ve kalmıştı ne kalmıştı ve gelmişti kaderiye ile bizim münasebetimiz. Yani kaderiyenin arkasında yani ümmetle tabiin ve itibar tabiin onların böyle diyeyim ki əsas görüşü bu olmuştur ki ümumiyyətlə qədər əhlindən yəni tartışmamaq olmaz. Lidcidəl və mira tartışmaq, münazara etmək, araşdırmaq və bu məsələlərə dalmaq tamamilə qadağan olmuşdur. Onlarla münazara etmək, onlarla elm məclisdə oturmaq və
onlardan əsl olan uzaq durulması istəmişdir və la yusalli xalfə vahidin minhum, onların arxasında namaz qılınmaz və onların şəhadətləri qəbul olunmaz, onlarla la yüzəvvəcən, onlarla evlənilməz, qız verilməz, qız alınmaz, yəni daha doğrusu yəni nə qız verilməz, nə də ki qız alınmaz yəni. Və onlardan birisi xəstə olarsa onlar ziyarət edilməz, onlardan birisi ölərsə onların cənazəsində iştirak edilməz, onlardan birisi səni düyünə dəvət edərsə düyünə dəvət edilməz. Bizi bugün əsasən bax, yəni ilgiləndirən məsələ bizi əsasən bax burasıdır. Hansı məsələdir? Bidat əhlinə qarşı qədəriyyə, onu qədəriyyədir, cəhmiyyədir, yəni mürciyədir, mü'təzilədir, xavaricdir ki, bəzi alimlər xavaricləri istisna görmüşlər. Nədə? Şəhadət konusunda. Və onlar nə demişlər? Demişlərdi ki, yəni sən bu günləri məsələn internetdə, YouTube'da və ya Instagramda və ya Telegramda və ya başqa yerdə sən bu bidat əhlindən bir məclisdə oturub münazara eləməyəcəksən. Münaqəşə eləməyəcəksən. Tartışmayacaqsan. Və onlara salam verib və salam almayacaqsan. Və aynı şəkildə onların arxasında namaz qılmayacaqsın. Məsələn, bəzən bizə soruşurlar, deyirlər ki, siz məsəl üçün əşərilərin, mətrudilərin, mürciyələrin və filan yerdə namaz qılırsınız. Biz deyirik ki, qardaş, bir insan əşəridirsə, bir insan mətrudidirsə, yəni biz onların arxasında namaz qılmırıq. Əşərilərin, mətrudilərin arxasında nədir? Namaz qılınmaz. Və deyir ki, onların şəhadətə qəbul olunmaz və onlarla dediyim kimi evlənilməz. Yəni qız da verilməz, qız da alınmaz. Yəni bu əhl-i sünnətin onlara qarşı nədir? Belə deyim ki, görüşüdür. Və bunu bir çox İslam alimi də öz kitablarında daha geniş bir şəkildə bu məsələyə yer veriblər. Yəni qədəriyyələrlə qarşı, cəhmiyyələrlə qarşı və bunların görüşündə olanlarla açıq bir şəkildə mübarizə aparırlar ki, onların kəsdiyi də yenilməz. Yəni qədəriyyənin kəsdiyi yenilməz və bu səbəbdən də demişlərdir ki, bax, alimlər icma eləmiş ki, qədəriyyənin və cəhmiyyənin kəsmiş olduğu ət yeyilməz. Madəm ki, bu məsələ budursa, demək ki, nədir? Yəni, bunlar küfür əhlindən sayıldığı üçün nədir? Onların da kəsdiyinin yeyilməməsini söyləmişlərdir ki, onlar nədir? Küfür əhlindəndir. Ona görə onların nədir? Onların kəsdiyi nədir? Yeyilməz. Və burada yenə İmam Acuri bir bab açmış ki, ümumiyyətlə, qədər mövzusunda insan nəyi tərk eləməlidir? Sualı, nə sualı? Keyfə, yəni bu necə belə ola bilər ki, niyə bu belə oldu və niyə belə olmalıdır və niyə belə olmamalıdır? Yəni bu sual tərk olunmalıdır. Yəni ki, və deyir Allah Resulullah sallallahu aleyhi və səlləm İbn Məcədən hədis zəifdir olsa, mənə baxımdan alimlər hədisi yəni dəstəkləmişlərdir ki, Resulullah sallallahu aleyhi və səlləmə isnad edərək ki, qədər mövzusundan danışaraq ki, kim qədərdən danışarsa və qədər haqqında sual verilərsə, onunla danışılmaz və onun sualına cavab verilməz. Onunla danışılmaz və onun sualına da nədir? Onun sualına da cavab verilməz. Yəni, çünki qardaş, sən elmin olmadığı bir mövzunun, bir məsələnin içərisinə girirsən. Və yenə də Ömər bin Abdüləzizə bu məsələ ilə bağlı, zaten Ömər bin Abdüləzizin qədərlə bağlı risaləsi var. Bu Adil Həmdənin Sələf Salih Əqidəsinin kitabını yazıb, bütün Sələf imamlarının etiqadı və orada bu qədər mövzusunu tamamilə ən gözəl şəkildə yəni açıqlamışdır qədərlə bağlı. Və sadəcə mövcud olan nə vardır? Allah Subhanahu taala'nın yəni belə deyim ki, qədər haqqındakı bizim üçün bilməmiz gərəkən əsasən nədir ki, Allah Subhanahu taala'nın yəni əmr etdiyi şeylər olacaq, əmr etmədiyi şeylər də olmayacaqdır. Allahın dilədiyi şey olacaq, diləmədiyi şey olmayacaq və bir insan nədir? Qədəriyələrə qarşı olan tutumu bu olmalıdır ki, qədər haqqında və qədəriyələrə qarşı ki, biz onlardan bəriyik və inqalə qaim, yəni ki, alimlər barəsində
və onların olduğu məkanlar barəsində, yerlər barəsində. Onlar əsasən Bağdadda da, yəni Mədinədə də zamanda da yəni yer almışdır. Amma genəlliklə İslam alimlərimiz yəni onların çoxluğuna rağmen zamanda çoxalmışlar və onlar artıq cəmiyə qarışmışlar və aralarında belə deyim ki, öz aralarında isə bir çox firqələrə nə eləmişlər, bir çox firqələrə də nədir, bölünmüşlərdir. Və onlara belə deyim ki, əsasən onlara deyilmişdir ki, yəni qədəriyyə əhli şeytanın oyuncağına çevrilən bir tayfadır. Yəni onlar nə olmuşdur? Yəni şeytanın oyuncağına belə deyim ki, yəni çevrilmişlərdir. Yəni biz də gələk bundan uzaq olaq. Və son sözünü İmam Macurri'nin bu məsələ ilə bağlı inşallah söyləyəcəm burada. İmam Macurri deyir, İ'ləm rəhiməkallah, Allah sənə və mənə rəhmət eləsin. Bilmək lazımdır ki, bizə əmr olunan, ən önəmli olan, bizə bağlı olan, bizə lazım olan məsələ nədir? Bax, burasıdır ki, Allah subhanahu wa ta'ala İ'ləmu, bilməniz lazımdır ki, Allah subhanahu wa ta'ala bizə əmr etmişdir ibadəti. Bittiba'i sıratı, Allah subhanahu sıratına, müstəqim olan sırata tabi olmağa. Bundan sağa sola əyilməməyə. Nə yemin, nə sağ, nə sol, nə ön, nə arxa. Və Allah subhanahu ta'ala demiş, və hədə sırati müstəqimə. Bu mənim dost doğru, müstəqim yolumdur. Fəttəbi'uhu, buna tabi olun. Və la təttəbi'us subulə, başqa yollara tabi olmayın. Fətəfərrəqə bikum, o sizə ayırar. Yəni, ən-səbilihi, yəni öz yolundan. Bu Allahın sizə vəzzəlikum vəssəkum bihi, Allahın sizə vəsiyyəti budur. Yəni, bugün bizə məsəl üçün, qardaş, əmr olunan nədir? Allahın əmr etdikləri şeyini yerinə getirmək. Allahın əmr etdiyi şəkildə dini yaşamaq. Fəstəqim kəmə umirti. Mən necə sənə əmr etdimsə, sən o şəkildə yaşa. Və la təttəbi əhvəəhum. Sən onların havalarına tabi olma. Bu Allahın istəyi və əmridir. Doğru mu? Və onların arasında Allahın hökmü ilə hökm et, onların arzu və istəklərine tabi olma. Doğru mu? Allah subhanətənin istəyi budur. Və sən Allah subhanətələrin əmrini, Allah subhanətələrin istədiyi şəkildə yaşamaqla sən sorumlusan. Allahın əmrlərini, Allahın səndən istədiyi şəkildə sorumlusan. Və Allah subhanətələ bilməlisən ki, bundan sonra limən şə minkum mən yəstəqim, Allah subhanətələ dilədiyini və dilədir, istiqamət üzərində zaten edəcəkdir. Amma sənin üzərinə düşən nədir? Fəfi zahir, Allah subhanahu teala deyir bizə əmrən bil istiqamə, sən istiqamətə tabi ol və o yola gir. Və zahir də onun və cəalə zahiri iləyhi məşiyyə. Və zahirdə də bu da nədir? Allah subhanahu teala istiqamətə tabi olmaqda məşiyyəti, iradəni sənə vermişdir. İradə tamamilə sənin əlindədir. Məşiyyət tamamilə sənin əlindədir. Yəni, zahirən budur. Haqqı seçən də sənsən, batılı seçən də sənsən, yaxşını eləyən də sənsən, pisi eləyən də sənsən. Yəni, öz həyatına bax, görəcəksən bunu. Yəni, bir insan öz həyatına baxsa, nəyə seçib, nəyə seçmədiyi insan onu zaten görəcəkdir. Və sonra ondan sonra bilməniz lazımdır ki, lakin bilməniz lazımdır ki, Allah subhanətə yəni istədiyi şeylər muhakkak ki olacaqdır və istəmədiyi şeylər olmayacaq. Və mə təşəunə illə yəşə Allahu Rabbul aləmin. Və Allah, aləmlər Rabbi olan Allah istəmədikcə deyil, sən istəyə bilməyəcəksin. Eləsə Allaha təslim ol. Qul lillahil məşriq vəl məğrib. De ki, məğrib də, məşriq də Allahındır. Yehdi mən yeşə ilə sıratin müstəqim. Allah dilədiyini sıratın müstəqimə yönləndirmişdir. Və yenə Allah subhanətə deyir ki, kənən nəs ümmətən vahidə, insanlar bir ümmət idilər və Allah onlara peyğəmbərləri göndərdi, mübəşşirin və munzirin və ənzələ ma'ahumul kitab, onlara kitabı indirdi. Niyə? Bil haqqı li yahkuma beynən nas. İnsanlar arasında adil bir şəkildə neynəsin? Yəni hökm etməsi üçün. Fimə ixtələfu fihi. Yəni bu gün bizdən istənilən bütün məsələlərdə Quran və sünnətə mühakimə olmaqdır. Elmsiz bir şəkildə danışmamaqdır. Və məxtələfə fihi, yəni onlar nə zaman ixtilaf etdilər deyir, onlara dəlillər gəldikdən sonra. Fəhədəllahu ləzinə əmənu li məxtələfə fihi minəl haqq bi'idnihi. Allah subhanət hələ, yəni onlara hidayət etdi. Kimə? Haqqa tabi olanlara, iman edənlərə. Amma haqqa tabi olmayan insanlara Allah subhanət hələ yol göstərmədi. Və bu səbəbdən də bugün bizlər, yəni müsəlmanlar olaraq bizlərin yəni üzərinə düşən bir vəzifə var ki, nəticələr Allaha bağlayaraq Allahın istədiklərini yerinə getirmək. Nəticəni Allaha bağlayacaqsın.
Çox sağ ol. Nəticəni Allaha bağlayacaqsan. Sən bu gün İslam üçün, din üçün, Allahın şəriəti üçün üzərimə düşəni yerinə yetirməlisən. Məsələn, bəzən soruşurlar, mən bunu bu gün də vurguladım, bir çox yerdə də vurgulayıram, bir kənə də vurgulayıram. Mən lə yetimul vacibu illə bihi fəhvəl vacib. Məsələn, bu günləri biz zikir məclisindəyiz. Zikir eləmək vacibdir. Zikir məclisinə gəlmək də vacibdir. Niyə? Çünki sən bununla Allahın dinini öyrənsin. Niyə öyrənsin Allahın dinini? Çünki Allah'a ibadət eləməlisin. Allah'a ibadət eləmək elm üzərinədir. Allah'a ibadət eləmək elm üzərinə olduğuna görə sən o elmi öyrənməlisin. Elmi öyrənmək üçün elm öyrəniləcək yerə getmək lazımdır. Əgər elm öyrəniləcək yerə sən getmirsənsə də və sən evində oturursansa da və sonra da günah işləyirsən və xata edirsən, səhv edirsən, yanlış edirsən və sonra deyirsən ki, mənim bundan xəbərim yox idi, mən bunun caiz olub olmamasını bilmirdim, caiz olub olmamasını bilmirdim, yəni burada artıq günahçılar suçlu sənsin. Başqa heç kimsə deyil. Nəyə görə? Çünki bunun səbəbiyyəti sənsən. Yəni, sən elm öyrənməyi, İbn Qayyim Rəhmətullah aleyh deyir ki, elm öyrənməyi sən tərk elədin. Və biz müsəlman olaraq bugün hər şeyi qədərə də bu şəkildə bağlaya bilərik. Allah mənim elm öyrənməmi istəmədi. Ona görə də mən öyrənmədim. Məncə yaxşı budur. Sən elə onda deyən ki, mən elm öyrənmədim ona görə ki, Allah istəmədi. Mən getib günah işlədim. Allah istədi, işlədim. Mən günaha, şirkə, küfrə girdim. Çünki Allah bunu istədi. Mən iman etmirəm. Çünki Allah mənim iman etməmi istəmir. Adam öldür. Deyən ki, Allah mənim öldürməmi istədi. Bunlar da Allah'a suçlar. Dini suçlar. Amma xeyrə gəlincə, vəzifəyə gəlincə, məqama gəlincə, paraya gəlincə, ev eşiyə gəlincə hamısı səndəndir. Zəngin oldun, Allah mı verdi? Yox, Allah vermədi. Kim verdi? Özün qazandın. Bəs günahı niyə Allah'a nisbət edirsən? Madəm qədərsən, xeyr də Allah'a nisbət elə və Allah yolunda verdiyin Allahın malıdır. Günahı Allah'a nisbət edirsənsə, malını da Allah'a ver, canını da Allah'a ver. Yəni, xeyri heç bir şəkildə Allah'a nisbət eləmirsən. Amma şərri neyinirsən? Amma şərri insan neyinir? Allah subhanət hələ nisbət edir. Bu, ən böyük, yəni nədir? Yanlışlardan və zulümlardan nədir? Bir dənəsidir. Yəni, bunun üçün, baxın, Allah subhanət hələ ayədə dediyi kimi, Bəqərə sözündə, kənə nəsə ümmətən vahidə, insanlar bir ümmət idilər, bir cəmat idilər. Və onlara elm gəldi, peyğəmbərlər gəldi, insanlar ixtilaf edildilər. Və bu günlərdə o şəkildə davam edir. İnsanlar elm gələndən sonra ixtilaf edirlər. Elm gələndən sonra bölüm olurlar. Çünki niyə? İnsanlar cahili üzərində həmişə ittifaq ediblər. Amma elm üzərində insanlar qəbul eləmədiyi üçün ixtilaf ediblər. Çünki haqq gələndən sonra insan qəbul eləmir. Biri bu şəkildə deyir, biri bu şəkildə deyir. Hərə bir şəkildə o haqqa yanaşır. Bu da nədir? Təbii ki, bu da nədir? İnsanların belə deyim ki, öz nəfsi arzularına uyaraq hərəkət eləmələrinə ən böyük səbəblərdən bir dənəsidir. Və Allah subhanət hələ də deyir ki, mən sizin aranızda qiyamət günündə zaten hökm edəcəm. Yəni, ixtilaf etmiş olduğunuz məsələdə zaten qiyamət günündə Allah subhanət hələ deyir ki, mən hökm edəcəm. Və siz bunlara qaça bilməyəcəksiniz. Amma o zaman bizim üçün artıq gec olacaqdır. Biz geri qayda bilməyəcəyik. Mən gidim, təkrar Quran sünnətə baş vurum. Və burada İmam Acır, məsələn, nə üçün, bax, bu qədər mövzusunda Quran sünnət və sahabənin, belə deyim ki, bütün məsələlərini zikr etdi. Nəyə görə zikr etdi? Ki, yəni Quranın ayətini, hədisləri sahabə və tabiin, itibə tabiin olduğu şəkildə anladılar, yaşadılar. Onların Allah Rasulüne ən yaxın olanları heç birisi müxalifət etmədi. Elmi düzgün alanlar, yəni bu məsələdə heç bir şəkildə müxalifət etmədilər. Tamamilə Allah Rasuluna, yəni bu məsələdə boyun əydilər, Allah Rasuluna bağlandılar və sahabəyə tabiin bağlandı, tabiinə itibə tabiin bağlandı və bu şəkildə dinlərini sürdülər. Yəni şu ixtilafa girmədilər ki, belə deyim ki, mənim görüşümə görə bu belədir, sənin görüşünə görə isə bu belədir, gəl biz bu bidət əhlinin yanında yer alaq. Onlar baxdılar ki, sahabə bunu necə anladı?
Ümumiyyətlə sahabə qədər məsələsində Allah Rəsulü nə qədər suallar verdi. Baxırlar ki, sahabə qədər mövzusunda Allah Rəsulü demək olar ki, sual verməyiblər. İtba təbiinə baxırlar ki, İtba təbiin sahabəyə qədər mövzusunda suallar verdi mi? Baxırlar ki, heç olmasa o məsələdə suallar vermədilər. Və İtba təbiinin təbiinlə münasibəti, təbiinin sahabə ilə münasibəti bizim üçün hər zaman deyirəm ki, yəni bizim üçün çox önəm daşıyır. Bir məsələni müzakirə edərkən biz onların bu məsələdə fikirlərini, düşüncələrini tamamən bilməklə mükəlləfik. Amma bugün tabii ki, elm yəni insanlara ən ağır yəni gələn bir məsələdir və bu səbəbdən də elm insanlar yəni öyrənmədikləri üçün, elm öyrənmədikləri üçün, dini öyrənmədikləri üçün yəni bir çox ixtilaflarla baş-başa qalırlar və insanlar zamanla azırlar, zamanla insanlar sapırlar. Məsələn, mən dünən bir canlı yayına məni yəni qatdılar. Canlı yayındakı olan mövzuya baxın ha. Görün nə belə deyim, artıq müsəlmanlar arasında məsələ bitibdir. Yəni bəlkə də burada olanlar da vardır. Mövzu bilirsiniz nədir? Çox aktual bir mövzuymuş. Xəbərim yox idi mənim. İnsanoğlu dinin əslindəndirmi ki, bax, dinin əslindəndirmi ki, nə? Heyvanların, ağaçların, daşların Allaha ibadət edib etməməsi, zikir edib etməməsini, Allahı birləyib bilməməsi dinin əslindəndir, yoxsa yox? Yəni insan bundan cahil qalarsa küfrə girər, yoxsa yox? Bax, suala baxın, ha, fikir verin, ha. Mövzuya bax, ha. Yəni deyir, insan İslam'a girərkən və ya müsəlman olarkən ağacın, daşın Allahı ibadətdə birliyib bilməməsindən bir insan cahil qalarsa, o zaman adam müsəlman ola bilərmi? Yəni düşün, qiyamət gündə Allah sənə soruşacaq ki, sən bilirdin ki, ağac mənə ibadət edib və mən birləyir. Zaten biz bilirik ki, ağacı Allah yaradıb, daşı Allah yaradıb, dənizi Allah yaradıb, hamısı Allahın əmrindədir. Allahın əmrində tabi olduğu üçün zaten itaat edirlər. Zaten Quran-ı Kərimdə Allah Subhanahu taala deyir ki, onlar zikr edirlər, sən onlar zaten zikr. Amma bunlar hamısı xəbərlə bilir. Biz ağacın, daşın ibadət etmədiyini Allah deyərsə biz bilə bilərik. Biz həmişə demişik ki, normal baxanda bu qaşıq ibadət edir. Dəmir də olsa, amma sən bilmirsən. Yəni bu şu anda bu qab ibadət edir, masa ibadət edir, daş ibadət edir. Yəni hər birisinin ibadəti var, sən onu bilmirsən. Amma sən bunu bilməklə sorumlu deyilsən ki. Sən bunları bilmək üçün yaradılmadın, sən Allah ibadət etmək üçün yaradıldın. Sən balığın nə dediyini, balığın ibadət edib eləmədiyini, kərtənkələrin ibadət edib eləmədiyini, İranın Allaha ibadət edib eləmədiyini, dağın, daşın ibadət edib eləmədiyini, sən bununla sorumlu deyilsən ki, Allah sana qiyamət günündə yəni soruşmayacaq, qəbirdə edilən suallar var da, Rabbin kimdir? Dinin nədir? Kitabın nədir? Peyğəmbərin kimdir? Yəni sən buna cavab, mən Rabbuka, sən bugün Rabbin kimdir? Sən bugün buna cavab verə bilirsən mi? Sənin Rabbin, bugün sənin həyatında sənin Rabbin kimdir? Mən dinuk, sənin dinin nədir bugün sənə? Sən hansı dinə tabisən? İslam'a mı tabisən, yoxsa İslamdan başqa dinə mi tabisən? Sənin kitabın nədir? Sən hansı kitaba tabisən? Yəni sən öz yazdığın kitaba mı, öz yazdığın Qurana mı, öz yazdığın hədisə mi, öz yazdığın əqidəyə mi, yoxsa Allahın göndərdiyi kitaba mı tabisən? Sənin Peyğəmbərin Muhammeddir, həqiqətən sən Muhammed Aleyhisselam sənin həyatında həqiqətən də Peyğəmbərdirmi? Doğru mu? Yəni sən bugün Peyğəmbər sallallahu əleyhi və səlləmi həqiqətən də yəni örnək alırsanmı? İnşallah cavab verirəm. Bax, fikir verirəm. Yəni mən yoruldum, yəni bir saat danışdım, baxdım ki, yəni danışmaq fayda vermədi. Gecə, canlı yayında. Azərbaycanda belə. 2 gün bundan qabaqdan bahs edirəm. Dəvət elədilər, dedim, yəqin faydalı bir məsələdir. Düz buna qarşı saygısızlıq eləmədilər, sağ olsunlar, hörmətimi sağladılar, sağ olsunlar. Amma yəni məndə biraz artıq yorulmuşdum, mən getdim artıq. Yəni məsələnin nəticə yoxdur, yəni nəticə yoxdur. Yəni bunu niyə sən konuyu açırsan ki? Bax, bugün bizim ən böyük problemimiz budur ki, lazım olmayan temaları müsəlmanlar arasında açmaq. Bizə fayda verməyən, yəni məsələ
Məsələ bizə fayda vermir, biz o məsələni açırıq. Nə faydası var ki? Yəni İmam Əhmədə bir çox zamanda suallar soruşur. Deyir, oldu mu? Deyir, yox. Deyir, olanda gələrsən. Deyir, baş verdim, deyir, baş vermir. Deyir, baş verəndə gələrsən. Axı, bir müsəlman getdi filan yerə, orada bir dənə salto vurdu. Salto vurarkən arxası Kəbəyə düşdü. Bu nətər ola bilər, yəni? Yəni, bir insan deyib, ayaq yoluna gedir, amma arxası Kəbəyə düşdü. Nə bilim, mən onu bir insan gördü, o binanı uçursun mu, uçurmasın mı? Yəni, bu bundan cahil qalması üzürlüdürmü, üzürlü deyil midir? O, qardaş, bu normal bir şeydir də. Bilmirsə, əlhəmdülillah, örgənəcəkdir. Bilmirsə, əlhəmdülillah, yəni bilənlərə işi götürəcəkdir. Yəni, orada nədir? Sahabənin həyatına baxırsan ki, sahabə, bu da Eyüp Əl-Ənsari deyir, biz Şama getdiyimizdə gördük ki, deyir, ayaq yolları hamısı qibləyə sarıdır. Biz deyir, biraz deyir, neynədik? Tuvaletin içərisində, ayaq yolu içərisində yerimizi dəyişdirdik. Yəni, bir də çəpinə oturduq, məsələ bağlandı. Buna etəcək, sən dur, divarı sök, binanı sök, təkrar inşa et. Soruşurlar, Mescid Dirar məsələsindən, bugün məsələ İslam xilafəti olsa, Türkiyədə, Azərbaycanda, Ərəb ölkələrində olan mescidlər bizə görə daha Mescid Dirardır da. Deyirəm, lap yaxşı. Nə eləmək lazımdır? Deyirəm, sizə görə hamısını təkrar yıxmalısınız, yenidən mescid inşa eləməlisiniz. Deyir, bəs bu nətər olacaq? Bu olmazaq belə. Bunu iki şeyə də qərar verən sənsən, yəni. Sən birinci mescid